ingilis rəsmi şəkildə qəbul olunur. Amma sözləri Əhməd Cavandan xüsusi konferensiya aid, yəni ingilisin sözlərindən səslə almışdır. Amma qəbul olunmuyor, yəni AXC-nin önünə çatmıyor. Həmçinin konstitusiyada maddə var ki, hər bir kəs dövlət rəmzlərinə hörmətlə yanaşmalıdır. 91 fevralında bayrağımız qəbul olunur. Azərbaycan SSR adlanan Azərbaycan Respublikası. 92 nümayəndənin 92 yanvarında isə qeyd-edilisi qəbul olunur və bunların hərəsinin rəmzi mənaları var. Məsələn, odlar yurdu Azərbaycan təmsil edir və yaxud bu ərəbcə baxsa onlar Allah yazır və İslam dini ilə əlaqəlidir və yaxud qırmızı rəng eyni zamanda şəhid qanunu ifadə edir ki, azadlıq müstəqillik şəhidlərin qanunu hesabına əldə olunur. Sümbül, palaq nəyi bildirir? Sümbül bərəkət simvolu, palaq bir növ möhkəmlik, güc qüvvəti ifadə edir. Bayrağımızın rəmzlərini hesab edirəm ki, hədimiz bilirsiniz, böyle ölçülür, qırmızı rəng. Onlar oldu, yaşıl və İslam rəngini ifadə edir. Həmçinin bunların hamısı bayrağımızı ifadə edir, o bayrağımızı çatdırırlar. Burada da Gürcistan yazılır. Gürcistan, baxın, müqavilə imzalayırlar. Biz bilirik ki, Azərbaycan torpaqları 2-ci Ulus Qacar müharibəsindən sonra Qacarlarla Ruslar arasında bölüşdürdü. Birinci başı çatır Gürcistan müqaviləsində 1813-cü ildə Azərbaycan torpaqları iki mənəqliklər arasında bölüşdürdü. Naxçıvan İrəvan qalır. Qacarların tərkibində qalan bütün şimalı Azərbaycan əraziləri qalır Rusiyanın tərkibində. İkinci Ulus Qacar müharibəsi isə 1826-28-ci illərə əhatə edir. Burada Azərbaycan torpaqlarının bölüşdürülməsi ikinci mərhələsi başa çatılır və Qacarların əlində qalan Naxçıvan İrəvanda keçirir Rusların tərkibinə. Gürcistan formasında Məktəb Azada Gürcistan müqaviləsinin əsasən yazılır. Əsəri olsaz, əsər çox möhtəşəm bir əsərdir. Orada, məsələn, görürsə, əsər necə başlayır? İpək yaylığı ilə asta-asta eyləyini gözünə taxdı, əyilib yavaşlamasının üstədə bir möhrə baxdı, bir belə baxdı. Bax, yəni, bu rəmzi şəkildə bunu ifadə edir ki, gəlir Rus nümayəndəsi ilə Qacarların nümayəndəsi müqavilə imzalayır, Azərbaycan torpaqlarını qız aralarında dönüşdürür. Aydındır şu anda.